Bugün sizlerlə çoxalma və ontogenez bölməsindəki olan test tapşırıqlarını birlikdə işləyəcəyik. Yəni, indi keçid edək testimizə. Diploid cüt deməkdir. Əsasən somatik hüceyrələr diploid xromosom dəstinə malik olur və bunu 2N olaraq işarə edirik həmişə. Haploid tək deməkdir. Cinsiyyət hüceyrələri adətən haploid xromosom dəstinə malik olur. Meyozis azalma deməkdir. Heyvanlarda gələcək cinsi hüceyrələrin inkişafına başlanğıc verən hüceyrə normada hansı xromosom dəstinə malikdir? Deməli, burada çox vaxt qarxırlar. Cavab diploid xromosom dəstidir. Cinsi hüceyrələri görən kimi haploid götürürlər. Amma nəzərə almaq lazımdır ki, burada gələcək cinsi hüceyrələrin inkişafına başlanğıc verən hüceyrənin xromosom dəstini soruşur. Bax, bununkini soruşur. Bu da diploid xromosom dəstinə malikdir. 5-ci sual. Hüceyrədə zulalların, karbohidratların və yağların fasiləsiz sintezi mümkün deyil. Bildiyimiz kimi bu elementlər, bu maddələr interfaza mərhələsində böyümə vaxtı sintez olunur. Mitozda isə bütün bu maddələrin sintezi dayanır və bölünmə prosesi gedir ancaq. 6-cı. İnterfaza zamanı hüceyrənin həyat fəaliyyəti üzərində nəzarəti həyata keçirir. Təbii ki, xromosomlar. 7-ci sual. Mitoxondrilərin və xloroplastların, həmçinin Golgi aparatının elementlərinin sayının artması hüceyrə həyatının hansı dövründə baş verir? İnterfaza mərhələsində. İnterfazanın ikinci mərhələsində, bax bu yuxarıda dediyim kimi zulalların, karbohidratların, yağların və DNT-nin sintezi baş verir. 8-ci. Heyvan orqanizmində istiqamətləndirici cisimciklərin xromosom dəsti haploiddir hamısı. Meyozun birinci bölünməsinin anafazasında hüceyrənin qütblərinə çəkilir xromosomlar. Yəni, burada da sizə şəklini göstərim. Baxın, meyozun birinci anafazasıdır bu. Baxın, bütöv xromosomlar qütblərə çəkiliblər. Yəni, 10-cu sual. Bitkilərin kökçilikləri ilə vegetativ çoxaldılması zamanı onların köklərində hansı tumurcuqlar əmələ gəlir? Kökdən inkişaf edən tumurcuğa biz əlavə tumurcuq deyirik. 11-ci sual. Xromosomlarda xromatidlər bir-biri ilə nə vasitəsilə birləşir? Sentromer vasitəsilə. 12-ci sual. Yumurta hüceyrə və spermatozoidlər hansı terminlə ifadə olunur? Gametlər. Bunlar cinsi hüceyrələrdir. 13-cü sual. Bölünmə vətəri mitozun hansı fazasında yaranmağa başlayır? Bölünmə vətəri profazada yaranmağa başlayır. Metafazada artıq tam formalaşmış vəziyyətdə olur. Elə ikinci sualda da bunu soruşur. 14-cü sual daha doğrusu. Mitozun hansı fazasında bölünmə vətərinin əmələ gəlməsi prosesidir? Metafazada. 15-ci sual. DNT-nin ikiləşməsi hüceyrə həyatının hansı mərhələsində baş verir? İnterfaza mərhələsində, yəni bölünməyə qədər olan dövrdə. Bilirik ki, interfaza 3 mərhələdən ibarətdir. İkinci mərhələsində DNT ikiləşir. 16-cı sual. Hüceyrə xromosomlarında xromatidlərin ikiləşməsinin əsasını nə təşkil edir? Təbii ki, DNT-nin reduplikasiyası, yəni öz-özünü sintez etməsi. 17-ci sual. Redüksiyon bölünmə meyoz bölünmədir. Meyozis də azalma deməkdir. 18-ci sual. Mitoz bölünmə zamanı 2N-dən elə əmələ gələn hüceyrələrdə diploid xromosom dəstinə malik olur. Meyoz bölünmə zamanı isə yaranan bütün hüceyrələr haploid xromosom dəstinə malik olur. 19-cu sual. Meyozu mitozdan fərqləndirən əsas əlamətlər bölünmənin hansı fazalarında özünü göstərir? Birinci profaza və birinci anafaza olacaq cavab. Çünki birinci profazada mitozdan fərqli olaraq konjugasiya və krossingovid prosesləri həyata keçirilirdi. Anafazada isə meyozda qütblərə çəkilən bütöv xromosomlar idi. Mitozda isə qütblərə çəkilən bacı xromatidləri idi. Fərq bundadır. 20-ci sual. Drozofil milçəyinin ilkin cinsi hüceyrəsində meyozun anafazasının sonunda neçə xromosom olur? Bunun ötürü çox aydın bir məsələ. Biz bilməliyik ki, drozofil milçəyində 2N diploid xromosom dəsti 8-ə bərabərdir. Daha sonra bilməliyik ki, meyozun birinci anafazasında xromosom dəsti 2N 4C'yə bərabər olur. Biz də bilirik ki, burada 2N xromosomun göstərirdi, 4C isə xromatid sayını, yəni
DNT-ni göstərirdi. 2N dediyinə görə elə diploid xromosom dəstəsinin özünü də götürürük. O da bərabər olur 8-ə. Cavab B variantı. 21-ci sual. Drozofil milçəyinin ilkin cinsiyyət hüceyrələrində meyozun ikinci bölünməsinin anafazasında neçə qız xromosom olar? Meyozun ikinci bölünməsində baxın 2N, 2S xromosom dəsti olur. Xromosomun özünü soruşursa 2N-i götürürük. Elə drozofildə də 2N 8-ə bərabərdir. Cavab olur C variantı. 22-ci sual. Yalnız qeyri-cinsi yolla çoxalan heyvan orqanizmində baş vermir meyoz prosesi. Çünki qeyri-cinsi yolla çoxalanlarda cinsiyyət hüceyrələri əmələ gəlmir. Cinsiyyət hüceyrələri də biz bilirik ki, yalnız meyoz yolla əmələ gələn hüceyrələrdir. 23. Əgər hüceyrədə DNT-nin sintezi gedirsə, bu hüceyrə hansı mərhələdədir? İnterfaza mərhələsində, interfazanın ikinci mərhələsində. 24. Əgər drozofilin yumurta hüceyrəsində 8 xromosom varsa, onun bağırsağının bölünən hüceyrəsində metafaza mərhələsində neçə xromatid görmək olar? Bağırsağın bölünən hüceyrəsi deyirsə, deməli bu somatik hüceyrədir. Somatik hüceyrələrdə mitoz yolla çoxalır, əmələ gəlir. Mitozun metafazasında gəlin görək neçə xromatid var. Mitoz prosesi baxın budur. Metafazasında 2N, 4C. 2N burada xromosomu göstərir, 4C isə xromatid sayını. Deməli, 2N, 4C bura yazıram. 2N, 4C. Bildiyimiz kimi drozofildə 2N bərabərdir 8-ə. Bizdən də soruşurdu xromatid sayını. 2N'imiz 8-dirsə 4C-də eləyəcək 16. Cavaba baxaq. Cavablarda 16 varmı? Bəli. 24-də cavab A variantı. 25. Meyoz zamanı xromosomlar arasında irsi məlumatların mübadiləsi baş verir. Birinci bölmənin profaza mərhələsində, bildiyimiz kimi birinci bölmənin profaza mərhələsində konjugasiya və krossingover prosesləri gedir və mitozdan da bayaq dediyimiz kimi ona görə fərqlənirdi meyoz. 26. Aşağıdakılardan hansı doğru deyil? A variantı. Meyozun birinci bölünməsindən sonra əmələ gəlmiş hər bir qız hüceyrədə DNT-nin ikiləşməsi baş verir və sonra meyozun ikinci bölünməsi başlayır. Səhvdir, çünki DNT-nin ikiləşməsi interfaza mərhələsində baş verir. Interfazada birinci bölünmənin sonunda yox, əvvəlində olur. 27. Heyvanların yumurta hüceyrəsinin yetişmə mərhələsində əmələ gələn A və B hüceyrələri haqqında deyilənlərdən hansı doğru deyil? A hüceyrəsi budur. B hüceyrəsi isə bu. Gəlin variantlara baxaq. B-də haploid xromosom yığımı var. Burada deməli N2-si xromosom yığımına malik olur. Bunu da səlqəli yazım, zirəyə gözləyim. Silə bilmədim. Neyse. N2C A'da olur. B'də isə N-C xromosom dəsti olur. N-C. İndi gəlin baxaq. Deyir ki, B-də haploid xromosom yığımı var. B-də xromosom yığımı haploiddir, düz deyir. Elə A-da da B-də də haploiddir. A-da haploid xromosom yığımı var, düz deyir. A meyozun birinci bölünməsi nəticəsində əmələ gəlib, düz deyir. İkinci bölünmə nəticəsində isə B əmələ gəlib. D-də deyir, A-da DNT-nin miqdarı yetişmiş yumurta hüceyrəsində olduğu qədərdir, səhvdir. Burada DNT-ni biz C-lərlə işarə eləyirik. A-da 2C-dir, B-də isə haploid C-dir. Deməli, səhv elə oldu D variantı. 28. İnsanın ilkin cinsiyyət hüceyrəsində meyozun ikinci bölünməsinin profaza mərhələsində neçə xromosom və neçə xromatid var? Meyozun ikinci bölünməsinin profazası. Gəlin baxaq. Meyozun ikinci bölünmə fazası N2C xromosom dəstinə malik olur. Gəlin burada da yazaq. N2C. İnsanda isə biz bilirik ki, N bərabərdir 23 olur. N2C ilə ifadə edəsə olsaq 23, 2C-də eləyir 46. 23-ün 46-ya nisbəti. Gəlin baxaq variantda 23 xromosom, 46 xromatid cavab edir C variantı. 28-də oldu C.
29. İnsanın ilkin cinsiyyət hüceyrəsində meyozun birinci bölünməsinin anafaza mərhələsinin sonunda neçə xromosom, neçə xromatid var? Meyozun birinci bölünmənin anafaza mərhələsinin sonu. Gəlin baxaq. Anafazanın sonunda 2N 4C xromosom dəsti olur. Yazıram buradan. 2N 4C. 2N bölünsün 4C. İnsanda isə haploidimiz 23 xromosom dəstinə malikdir. 2N-lə ifadə edirsək 46 bölünsün 92. 46 bölünsün 92. Baxaq görək. Elə C variantında. 30. İnsanın ilkin cinsiyyət hüceyrəsində meyozun ikinci bölünməsinin anafaza mərhələsinin sonunda neçə xromosom, neçə xromatid var? Meyozun ikinci bölünməsinin anafaza mərhələsi. Gəlin baxaq. Meyozun ikinci bölünməsi burada anafaza. 2C xromosom dəstinə malik olur. Buradan yazırıq. 2C. 2C'mizdə bilirik ki, elə 46 bölünsün 46 nisbətində xromosom dəstinə malik olur. Burada cavab hardadır? 46 bölünsün 46 cavab B variantı. 30 B oldu. 31. Yetişmiş yumurta hüceyrəsində 24 xromosomu olan orqanizmi və həmin orqanizmin bölünən bağırsaq hüceyrəsinin anafaza mərhələsinin sonunda xromosomların sayını təyin edin. Yetişmiş yumurta hüceyrə haploid xromosom dəstinə malik olur. Haploidi 24-dürsə, burada deyir ki, bağırsaq hüceyrəsinin anafazası. Biz bilirik ki, somatik hüceyrələr mitoz yoluna bölünür. Mitozun da anafaza mərhələsinə gəlin baxaq. Mitozun anafazası 4N 4C xromosom dəstinə malik olur. 4N 4C yazıram. 4N bölünsün 4C. 4N bölünsün 4C. Və biz tapdıq ki, bu canlanan N haploid xromosom dəsti 24-ə bərabərdir. Haploidi 24-dürsə, 4N-i də vururuq 96. 96 bölünsün elə 96-ya. Gəlin cavablarda baxaq görək varmı? Aha, deyil. Şimpanzi. Cavab oldu B variantı. 32. Bir fərdin bir nüvəli somatik hüceyrəsinin bölünməsi zamanı anafaza mərhələsinin sonunda görünən xromosomların sayı 24-dür. Deməli, somatik hüceyrə bölünürsə mitoz bölünmədir. Mitozun anafazasında 24-dür. Bayaqki kimi. Mitozun anafazası 4N 4C xromosom dəstinə malikdir. Bunun 4N-i gəlin baxaq. 4N neçəyə bərabərdir dedi. 4N-i 24-ə bərabərdir. Yazırıq 4N bərabərdir 24. Deməli, bunun N-i 6-ya bərabər olur. Sualın geri hissəsində soruşur ki, bu fərddə yetişmə zonasının sonunda əmələ gələn yönəldisi cisimciyin xromosom sayını müəyyən edin. Yönəldisi cisimcikdə biz bilirik ki, həmişə haploid xromosom dəstinə malik olur. Haploid belə tapdıq ki, 6-ya bərabərdir. Cavab Y variantı. 33. Bölünmə vətənlərinin əmələ gəlməsinin başa çatması, xromosomların ekvatorda yerləşməsi mitozun hansı fazasında baş verir? Biz bilirik ki, bütün bu dedikləri metafaza lövhəsinin əmələ gəlməsi elə metafaza, yəni ikinci mərhələdə baş verirdi. 34. Sentriolların hüceyrələrin qütblərinin çəkilməsi, nüvədə ikiləşmiş xromosomların görünməsi, bölünmə vətənlərin əmələ gəlməsinin başlanması və nüvə qılafının həll olunması profaza mərhələsində baş verir. 35. Qız xromosomların hüceyrələrin qütblərinə çəkilməsi, qütblərə çəkilmə anafazada baş verir. 36. Mitozda iki xromatidli xromosomların bir xromatidli hala keçməsi anafaza mərhələsində baş verir. Meyozun hansı fazasında hüceyrələrin qütblərinə tək xromatidlər çəkilir? İkinci bölünmənin anafazasında. 38. Epitel hüceyrəsində həyat siklinin hansı fazasında DNT-nin sintezi gedir? Bayaqdan bu sual neçə dəfə düşüb? İnterfaza mərhələsində. 39. Drozofil milçəyinin somatik hüceyrəsinin bir nüvəsində 8 xromosom vardır ki, onlardan 4-ü anadan, 4-ü isə atadan alınmışdır. Bu milçəyin qametlərində atadan və anadan alınmış xromosomların sayı hansı cavabda daha düzgün göstərilmişdir?
0-dan 4-ə qədər anadan alır, 0-dan 4-ə qədər isə atadan və bütün canlılarda bu belədir. Yarısını anadan, yarısını isə atadan alır. 40-cı. Meyozun birinci bölünməsinin anafaza mərhələsində ata və ana xromosomların hüceyrələrin qütblərə çevrilməsi tamamilə təsadüfi baş verir. E variantı. Ana və ata xromosomların qütblərə təsadüfi paylanır. 41. Meyozun hansı fazasında hüceyrənin xromosom sayı fərdin somatik hüceyrəsinin xromosom sayına bərabər olur? Fərdin somatik hüceyrəsi 2N xromosom sayına malik olur. Baxaq görək indi meyozda hansı mərhələlərdə 2N xromosom dəstinə rast gəlirik. 1. Profazada da olur xromosom dəsti, profazada, metafazada və anafazada. Gəlin baxaq görək indi cavablarda. Harda tapırıq? Buradaydı. 41-ci sual. Deməli, burada cavab birinci anafaza və ikinci anafazadır. Birinci anafaza və ikinci anafaza. Birinci anafaza gördüyünüz kimi 2N4C, ikinci anafazada da elə 2N xromosom dəstinə malikdir. Əgər birinci profazanı versəydi və yaxud da metafazanı bunlar da götürmək olardı. Çünki bunlar da 2N, yəni 2 xromosom dəstinə malikdir. Diploid xromosom dəstinə daha doğrusu. 42-ci sual. Naməlum bir orqanizmin embrional inkişafını müşahidə edərkən siz bu fərdin formalaşması prosesinin 7-ci mərhələdə başa çatmasını aşkar etmisiniz. Bu orqanizm heyvanların hansı sistematik qrupuna aiddir? Deməli, burada biz baxırıq ki, qastrula mərhələsində qutarıb. Qastrulada 2 təbəqə əmələ gəlir. Ektoderma və endoderma. Bağırsaq boşluqlularda inkişaf bu mərhələdə başa çatırdı. 43-cü sual, yenə həmənki sualdır. Bu inkişafın hansı heyvana aid olduğunu təyin edin. Bu bağırsaq boşluqlardan olacaq. Burada da E variantı bağırsaq boşluqlara uyğun gəlir. Stavromeduza. 44. Şimpanzenin qametində autosom xromosomlarının sayı 23-dür. Bu orqanizmdə meyozun birinci bölünməsinin sonunda əmələ gələn hər bir hüceyrədə neçə xromosom və neçə xromatid olar? Autosom xromosomlarının sayı 23-dürsə, biz bilirik ki, autosomdan əlavə bir dənə də cinsiyyət xromosomu olur qametdə. 23 autosom olur. Bir dənə də üstünə gələk cinsiyyət xromosomu olur. Yəni haploidi 24 xromosom dəstinə malik olur. Sonra deyək ki, meyozun birinci bölünməsinin sonunda. Meyozun, yəni ki, telofazanı soruşur. Telofazada baxın, N2C xromosom dəstinə malik olur. Buraya yazıram. N2C N bölünsün 2C. Biz bayaq tapdıq ki, eyni bərabərdir onun 24-də. N2C deyirsə, 24 bölünsün 48. Gəlin baxaq görək. 24 bölünsün 48. D variantı. 45. Şimpanzenin qametinin autosom xromosomlarının sayı 23-dür. Bu orqanizmdə meyozun sonunda əmələ gələn hər bir hüceyrədə neçə xromosom və neçə xromatid var? Yenə deyirəm, autosom xromosomu qametdə 23-dürsə, bir dənə də əlavə 23 plus cinsiyyət xromosomu olacaq. O da eləyir 24. Haploidi 24-ə bərabər oldu. Burada isə bizdən nə soruşurdu? Meyozun sonunda əmələ gələn hər bir hüceyrədə. Meyozun sonuna baxırıq. N bölünsün C xromosom dəsti olur. Baxın. N bölünsün C. N bölünsün C deyirsə, elə yazırıq. N bölünsün C, o da bərabər olur. 24 bölünsün 24-ə. Cavabı baxaq. Y variantı. 45-də cavab oldu Y. 46. İlanın yetişmiş yumurta hüceyrəsinin xromosomun sayı N-dir. Yetişmiş yumurta hüceyrə haploid xromosom dəstinə malikdir. Deməli, bunun haploidi 7-yə bərabərdir. Bu orqanizmin ilkin cinsiyyət hüceyrəsində meyozun birinci bölünməsinin anafaza mərhələsində. Meyozun birinci bölünməsinin anafazası. Gəlin baxaq. 2N4C xromosom dəstinə malikdir. Buradan yazıram. 2N bölünsün 4C. Biz də bayaq tapdıq ki, haploidi 6-ya bərabərdir. 2N4C deyirsə 12 bölünmüş 24.
Yəni indi variantlara baxaq. Belə hansını? 12 yox, 14 üzr istəyirəm. 14 bölünsün 28. Hemen cevap oldu. 14 bölünsün 28 kromatit C variantı. 46'da cevabı C tapdı. 47. Yetişmə mərhələsinə daxil olan neçə hüceyrənin bölünməsi nəticəsində sonda 8 spermatozoid əmələ gəlir. Bir dənə hüceyrə daxil olduqda sonda 4 dənə spermatozoid əmələ gəlir. Baxın, yetişmə mərhələsinə bir dənəsi daxil oldu, bölündü. Bölünmə gedir 4 dənə spermatozoid əmələ gəlir. 2 dənəsi daxil olduqda isə 8 spermatozoid əmələ gəlməsi üçün isə 2 dənə spermatozoid yetişmə mərhələsinə daxil olmalıdır. Və bu zaman maksimum neçə hüceyrədə gen sahəsinin mübadiləsi gedə bilər? Bir dənəsində. Bir dənə yetişmə hüceyrə daxil olduqda elə bir dənəsində də gen mübadiləsi girirdi. 2 dənəsi daxil olduqda isə elə 2 dənəsi də gedir gen mübadiləsinə. Cavab olur B variantı. 48. Yetişmə mərhələsinin sonunda 8 spermatozoid əmələ gəlirsə, deməli yetişmə mərhələsinin əvvəlinə 2 dənə hüceyrə giribmiş. Bu mərhələnin əvvəlində neçə hüceyrə bölünməyə başlayır? 2 dənə hüceyrə və 2 xromatiddən ibarət olan xromosomlar neçə hüceyrənin qütblərinə çəkilmişdir? Təbii ki, 2 hüceyrə. Cavab olur C variantı 48-də. 49. Normal halda insanın somatik hüceyrəsinin bölünməsinin anafaza mərhələsində 2 ədəd cinsiyyət xromosomu görünərsə, bu insan üçün söylənənlərdən hansı doğrudur? Y qripdirsə, deməli bu kişi cinsiyyət xromosomudur və kişi cinsiyyət xromosomunda bildiyimiz kimi spermatozoidlərin daxilində olur. Spermatozoidlərdə qamçılı quruluşa malikdir. Deməli, biz burada D variantını seçirik. Qametləri qamçılara malik olacaq. 50. Normal halda insanın somatik hüceyrələrinin bölünməsinin anafaza mərhələsində hüceyrədə yalnız X cinsiyyət xromosomu görünürsə, yalnız X görsənirsə, deməli, qadın cinsiyyət xromosomlarıdır. Qadın cinsiyyət xromosomları da yumurta hüceyrənin tərkibində olur və yumurta hüceyrədə hərəkətsiz, qamçısızdır. A variantı. Belə.